üçün, vətənimiz üçün böyük xidmətləri olan bir ailənin bugün şad günüdür. Xətrini dünyalar qədər istədiyim kardeşim, dostum Cahangir müəllimin övladının toyudur. Bugün hər kəs şaddır, hər kəs sevinir. Başta şəhidlərimiz olmalı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Məhz onlar da öz həyatlarını bu günlərimiz üçün qurban verdilər ki, Azərbaycan xalqı dinc yaşasın. Azərbaycanda toy, busat olsun, insanlarımız firavan yaşasınlar. Və bu gündə onların arzusudur bir daha ki, Azərbaycanda belə gözəl məclislər keçirilir. Mən burada əziz şəhidlərimizin valideynlərini gördüm. Onların hər birini səmimi qəlbdən salamlayıram. Hər birinizə can sağlığı arzulayıram. Biz birlikdə güclüyük. Bugün Azərbaycanımız tarixinin ən güclü dövrünü yaşayır. Allah ulu öndərimizə rəhmət eləsin. Ulu öndərimizin qoyduğu yolu uğurla devam ettiren Cənab Prezidentimizin rəhbərliyi altında Azərbaycanımız bugün nəinki regionumuzun, demək olar ki, dünyanın ən hörmətli dövlətlərindən birinə çevrildi. Doğma Cəlilabadımız hər zaman qəhrəmanlarıyla, zəhmətkeşləri ilə, yaradıcı insanlarıyla, sənətkarlarıyla hər zaman Respublikada tanınmış rayonlardan biri olubdu. Bugün də dövlətimizin iqtisadiyyatına böyük töhfələr verir. Bugün Cəlilabadda, cəmiyyətdə çox gözəl əhval-ruhiyyə var. İnsanlarımız bir-birinə çox mehribandır. Bir-birimizi dəstəkləyirik. Hamımız bir istiqamətə gücümüzü yönəltmişik, rayonumuzu inkişaf etdirmək üçün. Belə günlər bütün ailələrə qismət olsun arzulayıram. Mən qardaşım Cahangir müəllim başda olmaqla bəyimizin, gəlinimizin valideynlərini, yaxınlarını səmimi qəlbdən təbrik edirəm. Qoy bu balalar xoşbəxt olsun.